Hər kəsi salamlayıram mənim yeni vlogumda və istəyirəm yenə də bir vlog ilə sizinlə paylaşım və bu vlogu belə bir fındıq pastasından başlamaq istəyirəm. Evdə fındıqlar qalmışdı. Yəqin məni çoxdan baxanlar bilir ki, fındıq ağaclarımız var və artıq yenə də yay gəlsə belə fındıqlardan hələ qalmışdı və istədim onlardan belə pasta eləyim. Adətən belə pastanı alanda həm bahadır, həm də qızlar bilmirik onun içində yenə nələr var. Biz isə evdə özümüz düzəldə bilərik. Mütləq bu fındıq olmalı deyil. Siz arakis də ala bilərsiniz, qoz da ala bilərsiniz. Onları biraz qızardırsınız və şəkər əlavə blenderdən keçirdirsiniz. Sadəcə olaraq bu biraz vaxt aparır. Ona görə bir dəfəyə eləməyin. Hərdən yandırın, söndürün ki, aparat qızmasın, blenderin motoru yanmasın. Beləliklə bir neçə dəfə eləyəndən sonra tam pasta şəklinə gələcək. Mən isə sizə keçən vlogda göstərmişdim ki, yarpaq almışam dolma üçün və bunları istəyirəm buzxanada saxlayım qış üçün. Bu isə çox vaxt aparır deyənə hamını qoşmuşam bu işə, quyruqlarını kəsməyə. Hamımız yığışıb kəsirik ki, tez alınsın. Amma buna baxmayaraq yəqin 40 dəqiqə bu vaxt apardı. Əslində bunu hər il bizim üçün mama eləyirdi, həm mənim üçün, həm bacım üçün. Rayona gedəndə orada bu işə mama baxırdı. Orada olan yarpaqları, orada üzüm var, orada yarpaq yığıb və bankalara duzlayırdı. Amma bu dəfə nəsə bacımla özümüzdə aldıq, özümüzdə eləmək istədik biraz. Amma biz duzlamadıq. Streç kulokun içinə yığıb rulet kimi fırladıb dürmək kimi və belə halda qoyuruq buzxanaya. Burada isə mən görüm quyruğu əritdim və yağını indi ayrıca süzəcəm formalara və qoyacam xaladelnikə, yemək bişirəcəm. Bu isə ət stordan aldığım 15 manata kilosu olduğu ətdir. Sümüksüz ətdir, rəngi, qoxusu, hər şey normaldır qızlar. Sadəcə olaraq mən Rusiyada olanda belə oradakı ətin dadı mənim xoşuma gəlmirdi. Bizim ətin yerini vermirdi. Ona görə bu cəhətdən mənim kimi bizim ətimizi xoşlayansınızsa, onda bu yəqin ki, sizin də xoşunuza gəlməyəcək. Amma belə normal ətdir, hər şey yaxşıdır. Mən isə artıq əritdim deməli quyruğu. İndi içindəki bu qurumuş, qızarmış quyruqları çıxardacağım. Qalan yağı da ki xırda süzgəcdən tökərək formaya yerləşdirəcəm və buzladacağım. Mən isə ümumiyyətlə dünən bazardan aldığım hər bir şeyi yerbəyer eləmək istəyirəm. Ona görə də gördüyünüz kimi lobyaları qaynatmışam, qızardıram. Quyruq ətinə qalanda ki qızlar, quyruq əti belə fərqi yoxdur. Həm də ki belə əritmək üçün aldığım üçün heç də fərqi yoxdur. Yağ kimi istifadə etmək üçün. Ona görə quyruğu buradan yenə də alacağım, amma əti yox. Bir də ki gördüyünüz ki yarpaqları da bitirdik eləyib. İndi bu yağı yerbəyer edəndən sonra yenə də keçəcəm yarpaqlara. Yarpaqları dediyim kimi streçləyib hamısını qoyacağım buzxanaya. İnternetdə görürəm ki, bəziləri bu quyruğu əridəndə ora alma əlavə edirlər, süd əlavə edirlər. Bilmirəm əslində o nə üçündür, rəngi üçündür, yoxsa keyfiyyəti üçündür. Amma mən heç nə əlavə etməmişəm, sadəcə olaraq quyruğu qoyub qazana əritmişəm. Amma 2 kilo quyruqdan çox az yağ çıxdı, bunu da demək istəyirəm sizə. Amma ona görə bir də alacağım, yenə də istəyirəm əridim. Bütün yeməklərə demək olar ki, bunu atmaq, istifadə etmək olar. Bizdə həm də ki quyruğu xoşlayırlar. Bizdə isə marojna taimdir, Milla marojnasıdır. Şokoladlı, belə içində şokolad dənələri də var, görürsünüz. Mənim uşaqlarım hər şey şokoladlı xoşlayır. Mən isə plambir xoşlayıram. Amma bu dəfə bunlarla bunu yiyəcəm. Çünki məni nəzərə alıb mənim üçün plambir almayıblar. Artıq hazırdır, görürsünüz. Bərkiyib, nə gözəl rəngi də var, ağappaq. Burada da biri var idi. Bunu deməli atdım indi yeməyə. Bunlar isə dolmamışdı. Amma çox az yağ çıxdı. Mən biraz çox gözləyirdim. 2 kiloydu burada quyruq, az çıxdı. Amma ki yenə də zato təmiz yağ oldu. Axşama biraz vermeşel bişirirəm. Çörək bitib deyənə çörək bişirəcəm indi. Sizə də göstərəcəm necə edirəm bunu. Ona görə biraz vermeşel bişirirəm və burada o yağdan atdım. Biraz da üstünə ət qızardacağım. Dünəndən aldığım göyərtləri belə suya qoymuşdum. Hələ də burada gözəl qalıb. İndi isə bunları kəsib dolmalara da qatacağım. Yeməklərə də qatacağım. Bunların da işini bitirəcəm. Aldığım isə bu əti 3 yerə böldüm və bir hissəsini kotlet bişirməyə, bir hissəsini 2 cür dolma bişirməyə, yarpaq və kələm və bir hissəsini sadəcə olaraq qızardıram. İstəyirəm ki, sonradan ondan, bugün yəqin ki, yox, mən çox yoruldum, amma sonradan istəyirəm 3 bacı dolması bişirim.
Bu dəfə ət kotletinə demək olar ki, heç nə qatmamışam və bircə soğan qatdım. Bir də ki, duz istiyor zövqə görə. Bir də heç vaxt qatmıram, amma bu dəfə yumurta qatdım ki, tökülməsin. Çünki başqa heç nə qatmamışam. Dediyim kimi, nəsə heç kartof da qatmağı bu dəfə unutdum. Ona görə belə bir kotletlər oldu. Dadı çox yaxşı oldu, amma sadəcə olaraq həmişə mən bura kabaçok da əlavə edirəm, kartoşka da əlavə edirəm, kök də əlavə edirəm. Daha belə çox tək ətli yox, həm də ki, tərəvəzlər olsun istəyirəm. Bu dəfə belə eləmədim, amma yenə də çox dadlı oldu. Bu isə mənim acıtmamdır. Kotletlə bitirdim. İndi isə istəyirəm keçim çörək bişirməyə və bu mənim acıtmamdır. Acıtmamda görürsünə qədər hava köpükləri var və belə olmalıdır əsl acıtmam. Bundan 200 qramı tökmüşəm bu qaba. Üzərinə un tökmüşəm. Mən 1 kilo undan eləyirəm. 200 qram acıtmadır, 800 qram undur və biraz indi su bura əlavə edib xəmir yoğuracağam. Xəmiri mikserlə yoğururam mən, əllə yoğurmuram. Mikserlə yoğurub axırda isə biraz əllə yoğururam və sonra isə üstünü bağlayıb streç kulyokla saxlayıram 2 saat isti yerdə. Səslərə görə üzr istəyirəm. Düz qapı qonşumuz remont edir. Ona görə bu səslər heç dayanmadan olur. Mən isə videonu istədim ki, artıq buraxım, yeni vlog olsun. Ona görə yenə də üzrlü sayın bu səslərə görə. Belə mikserlə yoğurandan sonra, tam xəmir olandan sonra biraz da əlimlə yoğururam və saxlayıram. Bunu niyə görə sizə danışıram? Çünki bu acıtma ilə bağlı çox suallar olur. Sonuncu mənim videomun altında da bir xanım sual vermişdi, amma çox təəssüf ki, videoda səslər qarışmışdı deyənə onu silib bir də paylaşdım və o deməli kommentari orada qalmamışdı. Ona görə cavab verə bilmədim. Ona görə istəyirəm ki, belə cavab verim. Məni inşallah ki, o xanım da eşidir və hamı kim maraqlanır bununla yenə də buradan qulaq asıb mənim kimi eləyə bilər. Sırf bu acıtmanı necə eləmək lazımdırsa, mənim shorts videomda var. Ən yaxşısı siz adi vışı sort un yox, cövdar unu ilə daha yaxşı olar. Acıtmanı eləsəniz və çox yaxşı da alınmalıdır. Məsəl üçün o xanım mənə kommentariyada yazmışdı ki, rəylərdə yazmışdı ki, bəs 5-ci gündür. 5-ci gündür ki, artıq bunu edir, amma nəsə yaxşı qoxu gəlmir və bu qədər üstündə qabarlar deyimi, hava qabarcıqlarımı deyimi yox idi. Deməli düzgün nəyisə etməmisiniz. Bunu biraz eləmək çətin məsələdir, amma bir dəfə bunun yolunu tutsanız, bir dəfə bunu eləyə bilsəniz, sonra isə bu qədər əziyyət çəkməyəcəksiniz. Əslində 3-cü gündən sonra yaxşı qabarlar olmalıdır üstündə. Əgər olmayıbsa, 5 gün ərzində alınmayıbsa, bunu tullayıb bir də eləyə bilərsiniz. Bir də əsas nədir? Əsas odur ki, ev temperaturunda olsun. Nə çox soyuq olmasın, nə çox isti olmasın. Normal ev temperaturunda bu acıtma qalmalıdır. Nə günün altında saxlamayın, nə də bilirsiniz, bir də ki, qaranlıq şkafa qoya bilərsiniz. Hələ mətbəxdə bir qaranlıq şkafın içinə qoya bilərsiniz. Amma dediyim kimi çox soyuq da olmasın, çox isti yerdə olmasın və çalışsanız inşallah sizdə də alınacaq. Çünki əgər məndə alınıbsa, məndə, bacımda, bizdə bu alınıbsa, sizdə də alınar. Sadəcə olaraq biraz səbirli olmaq lazımdır. Biraz xəmiri hiss etmək lazımdır. Əslində düzgün eləsəniz 3-cü gündən sonra yavaş-yavaş bu xəmirdən əsl droj olan xəmir gələndə necə iyi gəlir, qəşəng belə turş xəmiri isi gəlir. Baxın, elə bir qoxu gəlməlidir və əgər düzgün elirsinizsə hər şey belə olmalıdır. Amma əgər birinci dəfədən alınmadısa, yenə də çalışın ikinci dəfə eləyin. Mütləq alınacaq. Rus dilində başa düşənlər üçün bu haqda çoxlu videolar var. YouTube kanallarda sırf buna aid videolar. Oradan da biraz da baxıb, oradan da öyrənə bilərsiniz. Mən sizə kömək eləyə biləcəyim bu qədərdir qızlar. Amma o shorts videoda hər gün çəkmişdim sizə. Necə əlavə edirəm onu, necə onu saxlayıram. Hər şeyi tərəzinin üstündə ölçərək belə hamısını gözəl göstərmişdim. Bu isə ətin o dediyim hissəsi, hansını ki 3 bacı dolması üçün ayırmışdım. Bu da artıq qızarıb. Burada göyərtə əlavə etdim. Bura hər cür göyərtə əlavə etdim bu dəfə qızlar. Çünki göyərtə xarab olmasın deyənə onu da hamısını istifadə etdim. Gün boyu bunu hər dəfə vaxtım olan kimi çox qızmasın deyənə bu blender. Bunu hər dəfə soyuyanda biraz da fırlatmışam. Axırda belə pasta oldu. Fındıq pastası. Fındığın əvəzinə nə istəyirsiniz götürə bilərsiniz. Elədiyim kimi şəkərlə belə pasta eləyə bilərsiniz. Çörəyə belə sürtürsüz səhərlər. Düzdür, çox kaloriyli idi. Yadımda deyil kalorisi nə qədərdir, amma çox kaloridir. 20 qramında desən 100 kalorisi var. Bəli, bir çay qaşığıdır, o da 100 kalori. Amma bir çay qaşığı bir çörəyin üstünə səhər bunu belə yayıb yemək olar.
İnanmazsınız qızlar, artıq saat 9-dur. Mən də dolmaları büküb qutardım. O qədər bugün yoruldum ki, amma bilirəm ki, bu həftə ərzində daha artıq kuxnaya gəlməyəcəm. Biraz qalıb ki, bu dolmanı da büküm, onunla da hər şey bitəcək. Deməli, mənim xəmirim 2 saatdan sonra belə olub. İndi bunu götürəcəm, bir də biraz yoğuracağım. İndi göstərəcəm. Bu adi yoğurmaq kimi deyil, biraz başqa cürdür. İndi görəcəksiniz. Əlimizi isladırıq və isladanda bu xəmir yapışmır ələ və belə götürüb dartışdırırıq. Bu daha doğrusu yoğurmaq yox, dartışdırmaqdır. Götürürsünüz, dartışdırırsınız, qatdalayırsınız. Yarım saatdan sonra bir də belə eləyirik. 2 dəfə belə eləyəndən sonra bunu bölürəm 2 tərəfə və xaladelnikə qoyuram. Dəsmalın içinə qoyuram və əvvəl dəsmalın üstünə un səpələyirəm, sonra hər kündəni bir qabın içinə dəsmalın içində qoyuram səhərəcən. Səhər isə durub isti-isti bunu bişirirəm və səhər yeməyinə artıq isti çörək olur hamı üçün. Qazanın içinə belə qoyuruq. Bişmə kağızın içində altına isə kağızın altına yarım stəkan su tökürük və əvvəl qazanı qoyanda mütləq qapağını da bağlayırsınız, qoyursunuz. Sonra bir 20 dəqiqədən qazanın qapağını götürürsünüz, üstü qızarsın deyə. Və gördüyünüz kimi qızlar, bu sabahsı gündür, çünki çörəyi səhər bişirirəm. Çörəyi bişirdim, artıq yemək yedik, hamı gedən yerinə gedib, mən isə səhər işə gedib gəlmişəm. Mən bir səhər gedirəm, bir də gün ortadan sonra, ona görə arada 1-2 saat vaxtım olur. Gəlmişəm ki, biraz evə əl gəzdirim. Bu plisosdan istəyirəm bugün evləri sadəcə olaraq üstdən biraz təmizləyim. Uşaqların otağından başlayıram təmizləməyə. Kamilin yerində paltarlar var, onları mən yığışdırmayacağım. Gələndə özü yığışdıracaq deyənə əl vurmayıb saxlamışam. Mən isə artıq koridora keçdim. Buranı istəyirəm biraz plisoslayım. Bu paketdə olan Emilin bağça paltarlarıdır. Bağçaya getmir deyənə yay vaxtı gedib bugün gətirmişəm. Onları da indi bunlara atacağım ki, yuyulsun. Paketləri də aparıram və davam edəcəm koridoru silməyə. Koridorda istəyirəm bu ayaqqabı şkafının içində biraz plisoslayım. Bu plisos nə ilə rahatdır? Bu açılır və balaca olur və onunla nasatkasında dəyişən qapların içinə daxil etmək olur. Bu balaca olur plisos və orada da toz soğanlamaq olur və hər dəfə əski ilə silməsəm də olur. Çünki toz soğanla da təmizlənir. Burayla da artıq bitirəndən sonra, bugün Emil yoxdur, ona görə rahat-rahat işlərimi görə bilirəm. Buranı da bitirəndən sonra keçirəm bu veşalkada olan bəzi əşyaları götürmək istəyirəm. Burada bizdə çox vaxtı jaketlər, kurtkalar və bəzi sumkalar yığılır. Nə qədər bunları buradan götürsəm də, amma gedib gəlirik deyənə yenə də burada yığılır və havalar da heç düzəlmir ki, mən bu jaketləri, kurtkaları burada daha artıq heç olmasa bir 3 ay görməyim və gördüyünüz qədər burada nə qədər şeylər asılı qalıb. İndi bunların yarısını buradan götürəcəm təmiz olsun deyənə. Qalanları isə çox lazımlı bir şeylər isə burada qalacaq. Keçirəm mətbəx otağına. Əgər görürsünüz ki, bura mən yenə də süfrə sərirəm, deməli hələ süfrəni toxuyub bitirməmişəm və bura deməli adi, şəffaf süfrədə sifariş edib bitirməmişəm. Bu biraz çox vaxt çəkdi qızlar, amma hər şeyin öz vaxtı. Hələ ki bunu çatdırıb eləyib qutara bilmədim. Qızlar baxın, bu çörək artıq bişib və soyub. Baxın nə yumuşaqdır. Bu çörək isə indi çıxıb və qaynardı. Amma istəyirəm çevirim, göstərim sizə. Baxın, bu biraz undur. Bunlar hamısı keçib gedəcək. Belə gözəl 2 dənə çörək. Biz isə Albinlə bugün Kosmarta gəldik və burada gördüyünüz kimi bu epilyasiya kremləri var. Keçən dəfə deyirdiniz ki, hansı mağazindən bunu almışam və nə üçündür bu? Bu epilyasiya üçündür qızlar və burada Kosmartda da bu var və adi mağazinlərdə də var. Biz onu əslində Bolmartdan almışdıq, orada da ola bilər. Kosmartdan çıxandan sonra yol üstü biz bir dənə də mağazin gördük, adı Blesk idi və orada girdik ki, baxaq nələr var və gördüyünüz kimi belə daraqlar, balzamlar uşaqlar üçün, nakleykalar, dırnaqlar üçün və çoxlu zakolkalar, hamısı münasib qiymətə idi. Birinci dəfə bura girmişdik qızlar və kosmetika da var idi burada, münasib qiymətə kosmetikalar da var, amma brend deyildi, adi kosmetikalarıdır. Amma belə baxanda o qədər də pis görünmürdülər. Onlardan da almaq olar. Gördüyünüz kimi zakolkalar da çox münasib qiymətə idi. 2 manata, 1 manat 50 qəpiyə və çoxlu bijuteriya var idi. Hər zövqə uyğun bijuteriyaların qiyməti də 5 manatdan başlayaraq 7-50-yə bu brasletlər idi. Bu isə üzüklər 4 manatdır gördüyünüz kimi. Üstdəki üzüklər 7 manat, 10 manat. Dediyim kimi hər bir qiymətə var. Yəqin ki, videoda da qiymətlərini görə bilərsiniz.
Buradan da çıxıb biz premium mağazinə getdik. Əsas elə buna görə gəlmişdik bura. Mən burada laminasiya kağızlarını almaq istirdim. Albina isə özü üçün papka almaq istirdim. Və demək istəyirəm ki, sizə burada da hər zövqə görə, hər növ briloklar, məktəbə aid olan hər bir şeylər. Bugün 1 iyun idi biz bura gedəndə, uşaqlar günü olduğundan uşaqlar üçün daha çoxlu şeylər gətirmişdilər və bu saatlar sadəcə olaraq 1 manata idi. Bu şpilkalar 1 manatadır. Bu isə dolab 10 manata idi. Çox gözəl. Bunlar isə stikerlərdir, listovkalardır belə. Hansıları ki, həm yazmaq olar, həm də kitabın arasına qoymaq olar ki, vərəyi itirməmək üçün çox gözəl növbə-növ kubik Rubik şəklində olan bu brilok 1 manat 70 qəpiyə idi. Bunlar hamısı eyni qiymətdir, amma çox böyük rəngarəng, zövqə görə seçim etmək olar. Belə parıltılı olanlar da var idi, həm də hərflər də var idi. Ada görə də seçə bilərsiniz, adınızın birinci hərfinə görə. Belə salfetka qabları da var idi, cəmi 1 manata. İndiki uşaqlar çox xoşbəxtdir ki, hər bir şey, hər cür, hər zövqə görə almaq olar. 2 manata da bu balaca daraqlar idi. Ev üçün belə asılqanlar var idi, 5 manata idilar. Çox gözəldir, zövqə görə bunu da seçib koridora mı, kuxnyaya mı, hardasa bir yerə seçib asmaq olar. Belə taxtalar var idi, podstavkalar, hansı ki rəsmə gedən uşaqlar üçün. Bunlar da gördüyünüz kimi boyuna görə qiymətləri dəyişir. Belə ramkalar var idi, çox gözəl, balaca, həm ağ rəngi, həm qara, həm ağac rəngində. Bunların da qiyməti cəmi 3 manat idi. Nəhayət biz gəldik və istəyirəm göstərim nələr almışıq. Deməli, bu yanımızdakı evimizdir deyəsən mağazinin adı. Burada ancaq belə ev deməli məhsullardır, ancaq çox bir şeylər təmizlik məhsulları da belə deyim. Burada nə aldıq? 2 manata bu boydan salfetka. Böyük salfetkalardır gördüyünüz kimi 2 manata. Bu deməli tualet kağızı, içində 32 dənədir və 13 manat. 14, 13 manat neçəsə qəpik. 99 demək olar ki, hələ 14. Sonra bunu bizə vəbşə hədiyyə elədilər. Bu qədər şey almışıq deyənəm. 61 manatlıq bazarlıq eləmişik deyəni bizə də hədiyyə etdilər. Bu deməli yağlı bişirmə kağızı çox gözəl kağızdır. Çox yerdən almışıq, amma buradakı keyfiyyət hər yerdə yoxdur. Bu həm qalındır, həm bunda heç nə yapışmır. Əslində də belə yağlı bişirmə kağızıdır, çox gözəldir. 37, 8 metr 37 sm və həm də çox gedir, davamlıdır. Sonra 2 dənə belə Profino, bunlar 3 manata yaxındır. 2 manat 2 manat 99 qəpik. 2 manat 99 qəpik demək olar ki 3 manat. Sonra burada əslində Sleepy də var. O da hər yerə baxanda burada ucuzdur. Və biri də var Tureski. Mən bundan qabaq alırdım. Firması yadımdan çıxdı qızlar. O da 3 manat neçəyəsə odur. Demək istəyirəm ki, hamısının qiyməti burada münasibdir. Amma ən münasibi indi bunlardır və mən axırıncı vaxtları bunları alıram. Sonra 2 dənə Domestos aldıq. 2.75-ədir. Mən 2 dənə aldım. Birini mətbəxdə saxlayıram, birini də hamamda saxlayıram. Belə üz üçün deməli pambıq disklər aldıq. 2 manata. Burada neçə dənədir? 30 dənədir. 130 dənədir. Sonra belə qulaq çubuqları aldıq. 100 ədəd 60 qəpiyə. Sonra belə aldım, həmişə aldığım kapsulları 8.50-yə. 8.50-yə. Sonra baxın bu Sleepy'nin sabunıdır, əl sabunu. Cəmi 90 qəpiyə. Çox gözəldir qiyməti. Sonra Colgate Total balacası 75 milli manatadır. Yalan deyərəm, bunun qiymətini başqa yerlərdə bilmirəm. Yadımda deyil, ona görə burada 5 manat. Aldığım Finish deməli qablar üçün 40 ədədi 3 manat 99 qəpiyə. 40 dənəsi 40 dəfə yumaq üçündür. Mən bilirsiniz ki, həm əllə yuram, həm belə və mənə çox bəs eləyir bu.
Bu da o birisi mağazinlərdən. Deməli, bir dənə Bless mağazini var. Əhmədlidə. Ora girdik. Ora kosmetika mağazində həm də belə brasletlər, bijuteri, hər şey var. Belə 2 dənə balaca brasletik aldıq. Bunu qardaşımın qızları üçün aldım. Çünki bugün uşaqlar günüdür. 1 iyundur. Ona görə aldım bunlara. Eynidir, amma 2 rəngdə. Onlar məndə ikizlər kimidir. Ona görə eyni alıram. Və bundan aldım həmin mağazindən. Burada deməli əl kremidir və balzamdır dodaq üçün. Birini göy rəngdə aldım, birini də belə. Çista belə deyim də simvolik olaraq uşaqlar üçün biraz sevindirmək üçün. Bir dənə də belə bir zakolka aldım özüm üçün 80 qəpiyə. Xoşuma gəldi. Çünki burada belə quyruq kimi yığıb saçı hamısında bunun üçün elə bir rezinkadır. Smartda bundan aldıq. Burada deməli bu pudradır. Kompakt pudra yox, o birisi. Rasıpçı pudra, toz kimi də belə deyim, hansı ki trambovka olunmuyub. Şimdi bundan aldıq. Bunun 18 manataydı. İndirimdə 18 manat idi. İndi açıb da göstərim sizə. Onu açamacan mən də göstərim sizə. Premiumdan nə aldıq? 2 dənə belə papka aldı Albin özünə. Biri 2 manat 60 qəpiyədir. Knopkalıdır burada. Bir dənə də mən özümə həmişəki kimi laminasiya üçün belə salafonlar aldım. Premiumdan aldıq. Bunu da premiumdan bu Bless mağazini yanbayandı. Çiyələyisi gəlir açan kimi çox dadlıdır. Və qızlar, harda nə qədər xərclədim? Deməli, bu ev üçün olan məhsullarda 60 manat 93 qəpik. Deməli, Cosmartda 18 manat 05 qəpik və Bless'da 11 manat 30 qəpik və 15 manat da premiumda. Evdən çıxmaq dəhşətdir. Oturacağım bundan sonra evdə. Budur. Mağazin adı Blesk aksesuar. Əgər bu video sizin xoşunuza gəldisə, abunə olmağı unutmayın. Sizin mənə abunə olmağınız məni daha da çox motivasiya edir ki, yeni vloglar çəkim. Sizə isə təşəkkürümü bildirirəm ki, sonacan məni izlədiniz. Sizə uğurlu günlər, özünüzə yaxşı baxın. Gələn görüşlərə dək.